Deputatların əksəriyyətini Milli Məclisə Ramiz Mehdiyev gətirib. Onlardan bir neçəsinin adını çəkə bilərəm. Bu sözləri Qlobal İnfaza Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. O qeyd edib ki, təkcə deputatlar deyil, bəzi məmurlar da Ramiz Mehdiyevin istəyi ilə vəzifəyə gəliblər. Deputat Ziyad Səmədzadə, Musa Qasımlı, Mixail Zabelin və digərləri onun adamıdır. Ən yaxın adamlarından biri isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Mübariz Qurbanlıdır. İnanın ki, deputatların əksəriyyəti Mehdiyevlə yaxındılar. Onu da deyim ki, həmin millət vəkilləri Ramiz Mehdiyevlə bugün də sıx təmasdadılar. Ona görə də onu vurmurlar. Şəxsən elə deputatı, elə nazir tanıyıram ki, vaxtilə dəsmalını çıxarıb Ramiz Mehdiyevin ayaqqabısını silib deyə Hacılı qeyd edib. Hacıyev onda bildirib ki, 12 il öncə müsahibəsində Ramiz Mehdiyevi tənqid etdiyi üçün bir neçə deputat onu hədəf alıb. Bəzi deputatlar üstümə düşmüşdülər ki, Mehdiyev bizim ağsaqqalımızdır, o olmasa ölkə çökər və s. Onu da əlavə edim ki, Amiyanın prezidenti İsa Həbibbəyli Ramiz Mehdiyevin sağ əlidir. Xaricdə oturan səfirlərimizin əksəriyyəti Mehdiyevin adamlarıdır. Bir sözlə, adları saymaqla bitməz. Ölkə başçımız bəlli şəxslərlə bağlı mütləq tapşırıq verəcək. Bu işin üstü açılmasa həmin şəxslər hücuma keçəcəklər. İctimai rəyi çaşdırmağa çalışacaqlar artıq. Adı çəkilən şəxslərlə əlaqə saxlamağa çalışsaq da zənglərimiz cavabsız qaldı. Mübariz Qurbanlı isə hazırda tədbirdə olduğunu açıqlama verə bilməyəcəyini bildirdi. Səsləndirilən iddialarla bağlı həmin şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.